Ötən gün 2-ci və 3-cü ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanı keçirilib. İmtahan sualları yenə müzakirə mövzusuna çevrilib. Abituriyentlər tarix və coğrafiya fənnindən düşən sualların çətinliyindən şikayət edir. Və iddialarla bağlı aidiyyatı qurum nə deyir? İmtahan bitdi, yenə müzakirələr başladı. Abituriyentlər iddia edir ki, blok imtahanına salınan bəzi suallar çətin və anlaşılmaz olub. Öhdəsindən gələ bilmədikləri tapşırıqlarsa əsasən tarix və coğrafiya fənləridir. Çox çətin idi əslində, çünki bəzi temaları biz keçməmişik. Coğrafiyadan çox çətin idi, qarışıq idi sual. Məsələn, orada sual vermişdilər ki, Avstriya ilə yanındakı ölkə hansıdır? Orada çoxsu Afrika götürüb, amma orada əslində düzgün cavab Rusiya idi. Ən çətin mənə tarix gəldi. Gəliş sual var idilər də. Mən onları başa düşmədim. Ən çox tarix çətin idi. Variantlar çətin idi. Sualları qarışıq qoymuşdular deyə rahat cevablaya bilmədim. Karta verilib, xəritə və orada yeri seçmək lazımdır. Yəni karta belə qarışıq verilmişdi. Mən orada yeri müəyyən edə bilmirdim. Bəzi müəllimlər də sualların çətin olması ilə razılaşır. İddia edirlər ki, sual nisbəti gözlənilməyib. Bəzi suallar abituriyentlərdə çaşqınlıq yaradıb. Skotalin dağlarını verib, Krım dağlarını verib, bir də Skandinaviya dağlarını verib. Skotalin dağları mezoyaşlı, yəni kim verir? Yəni 1-ə B variantıdır. Krım Alp qırışlığında yaranıb, Alt-Himalay Gölsinan qurşağındadır. Təbii ki, 2-yə də A-dır. Məktəb vəsaitləri Skandinaviya dağlarının şimalını Kaledon yaşlı, cənubunu isə Hertsin yaşlı göstərirlər. Mənbələr fərqlidir, amma bir çox mənbələrdə Skandinaviya tək Kaledon yaşlıdır hesab olunur. Ona görə də burada uşaq Kaledon Hertsinin ikisini deyil, birini, yəni tək Kaledonu da görsəydi, o zaman yenə də düzgün qəbul etmək olardı. Amma cavab olaraq 2 variantı göstərib, yəni Skandinaviya dağlarının həm Kaledon, həm Hertsin göstərir. Təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu hesab edir ki, abituriyentlər imtahanda sürprizlə qarşılaşıb. Din belə deyək də sürprizlə gəldi və müəyyən qədər abituriyentlərin diqqət eləməzəyi, düşmə ehtimalı olmaz dedilər, amma proqramdan kənarı yox, proqramda olan suallarla rastlaşdıq və bu onlara istərsəmiz az oxuduqları üçün və yaxud da heç oxumadıqları üçün, diqqət çox ayırmadıqları üçün çətin görünə bilər. Dövlət İmtahan Mərkəzi isə iddiaları doğru saymır. Qurumdan ATV xəbərə bildirildi ki, test tapşırıqlarının çətin olması ilə bağlı səsləndirilən mülahizələr həqiqətə uyğun deyil. Ümumi qayda belədir ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik olan abituriyentləri bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta, çətin tapşırıqlardan istifadə olunur. Həmçinin imtahanın çətin olması nisbi bir məsələdir. Çünki imtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin ola bilər, kimə görəsə asan ola bilər. DİM rəsmisi vurğuladı ki, imtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Nəticələr elan olunandan sonra lazımi göstəricilər ictimaiyyətə çatdırılacaq. Ağcələskərli Ramin İsmailov, ATV xəbər.